Salam əziz və dəyərli şagirdlər. Ümumi sınaq 6-nın suallarını izah edək. Aşağıda verilmiş üçbucaq növlərinin hansında hündürlüklər bu üçbucağın təpə nöqtələrinin birində kəsişir? Düzbucaqlı üçbucaqda olacaq. Bu bir qaydadır. Deməli, təkrar üçün deyək ki, düzbucaqlı üçbucaqda hündürlüklərin kəsişməsi, düzbucaq olduğuna görə bir hündürlüyümüz katetin biri, digər hündürlüyümüz katetin ikincisi, digər hündürlük isə elə bu təpə nöqtədən çəkilən hündürlükdür. H3. Bunların da üçünün kəsişdiyi yer düzbucaq təpəsidir. Ona görə deyək ki, üçbucaq növlərinin hansında hündürlüklər bu üçbucağın təpə nöqtəsində kəsişir. Bu da düzbucaqlı üçbucaqdadır. Bəs digərlərinin hündürlükləri harada kəsişir? Məsələn, A variantında bərabər yanlı üçbucaq olsa, baxır, bərabər yanlı üçbucağın iti və ya körbucaqlı bərabər yanlı olmağını onu demək olmur. Əgər körbucaqlıdırsa, hündürlükləri gedir xaricdə kəsişir. Əgər iti bucaqlıdırsa, o zaman hündürlükləri daxildə kəsişir. Yəni, buradan başa düşməli ki, iti bucaqlıda daxildə kəsişir, körbucaqlıda xaricdə kəsişir. Düzbucaqlıda isə, yəni düzbucaqlı üçbucaqda isə həmişə düzbucağın təpə nöqtəsində kəsişir. Yaxşı, bərabər tərəfdə konkret daxildə kəsişir, çünki iti bucaqlıdır. Körbucaqlıda xaricdə kəsişir. Müxtəlif tərəfdə də demək olmur. Deməli, Y ilə A-nı demək olmur. Çünki iti də ola bilər, kör də ola bilər. Amma bu digərlərini dəqiq demək olar. İkinci sual. Sahibkarın ambarda kiloqramı 1 manat olan 6 ton alması var. Deməli, ikinci sual. Kiloqramı 1 manat. Deməli, 1 kilosu 1 manatdır və 6 ton orada alma var. Ambardakı almaların 40% yararsız halda olarsa, demək 40%imiz yararsız haldadır. Yararsız halda olarsa, sahibkar qalan almanı neçə faiz gəlirlə satmalıdır ki, zərərsiz satış etsin? Deməli, 40% yararsızdırsa, onda 60%, yəni 100-dən 40-ını çıxanda, burada qeyd edək, 100 çıx 40. 60% onda yararlıdır. Yəni, 60%-ni sata bilər. Bu 60%-i elə qiymətə satmalıdır ki, zərərsiz olsun. Yaxşı, indi biz neyini? Zərərsiz olması üçün deməli, uşaqlar, zərərsiz o deməkdir ki, yəni heç bir ziyana düşməsin. Tutaq ki, əvvəl nə qədər idi? 6 ton idi. Biz bunun hamısını satsaydıq, yəni 100% ilə satacaqdıq. Onda 6 vur 100% götürərdik. İndi yararlı məhsulumuz 60% qalıbsa, daha doğrusu 60%-imiz tapaq. 60% nə deməkdir? 6 tonun 60-ını tapırıq. 60-a vurub 100-ə bölürük. Sıfırlar getdi. 36 böl 10 elədi. Bu da 3,6 ton deməkdir. Demək, 3,6 ton yararlı məhsulum qalıb. 6 tonu 100% qiymətlə hesablasaq, bu qədər deyək ki, pul eləyirsə. Zərərsiz o demək ki, heç olmasa, yəni əvvəlki, yəni bu qiyməti 600-ə gəlib qiymət çıxsın ki, heç olmasa ziyana getməsin. Ona görə mən 3,6 tonu satmalıyam. Əvvəl 100-ə satırdımsa, indi 100 üzərə gəl x faizlə satmalıyam. Bu o deməkdir ki, yəni mənim malım azalıbsa, məhsulum azalıbsa, mən onu baha qiymətə satmalıyam ki, gəlim əvvəlki pulu nəyə bilim, yerinə otuzdura bilim. Demək, ümumiyyətlə də baxsız, bazarda da hansı məhsul ki azdır, məsələn, sezona uyğun, tutaq ki, hansısa bir alman və yaxud da hansısa bir meyvə deyək. Sezona uyğun, əgər o meyvədən az istehsal olunursa, yəni sezon deyilsə, o meyvə daha baha olur. Çünki o, belə deyək, onun üzərinə qoyulan xərc
yerinə oturması üçün, yəni ziyan işləməməsi üçün onun yerlər qiymətini qaldırırlar ki, az olduğuna görə ziyana uğramasınlar. İndi burada da zərərsiz olması üçün mən əlimdə qalan məhsulu məcburam biraz bahalaşdırım. Əvvəl 100% ilə yəni fikirləşirdimsə, indi 100 üstə gəl x ilə satmalıyam. Və nəticə zərərsiz olmağı o demək ki, bunlar bərabər qiymətə gəlib çıxır. Onda olur 600 bərabərdir. 3,6-ın 100-ə vursaq 360, 3,6-ın x-ə vursaq 3,6x. Burada demək alırıq 3,6x bərabərdir. 360-ı sola atsaq, 360-dan, daha doğrusu 600-dən çıxarıq 360-dır. Bu da bizdə eləyər 240. Və x-i tapmaq üçün 240-ı 3,6-ya bölərik. Burada da vergülü atırıq. Qarşı tərəfə 0 əlavə edirik. Sanki hər tərəf 10-a vurduq. 2400-ü bölürük 36-ya. Burada da 24, 36, 12-yə bölünür. Tutaq ki, bura 3 yazsaq. Burada da 24-ü 12-yə böləndə 2, yanında da 2-dən 0. Qalır 200 böl 3. 200-ün içində 3, 6, 18, 6, 66 tam 3-də 2%. Demək, artırmalısan ki, sən ziyana uğramayasan. Getdik ikinci suala. Üçüncü daha doğrusu suala. Diaqonalı 12 olan kvadratın xaricində çəkilmiş çevrənin radiusunu tap. Bir dənə kvadrat çəkək. Diaqonalı deyir 12. Bir dənə diaqonalını çəkək. Və xarici çəkilmiş çevrə. Xarici çevrəni çəkək. Görə bu nə göstərir? Xarici çəkilmiş çevrənin radiusunu tap. Elə kakraz baxırıq ki, bu diaqonal, elə bu çevrənin nə idi? Diametridir. Diametri 12 isə, elə radiusda diametrin yarısıdır deyə nə düşəcək? 6, 6. Yəni, bir sözlə xarici çəkilmiş çevrənin radiusu elə kvadratın diaqonalının yarısına bərabər oldu. Cavabımız oldu 6. Yəni, şəkil çəksək daha dəqiq görmək olur. Dördüncü sual. Bu ifadənin qiymətini tap. Yaxşı, bu ifadə necə qiymət tapılır? 64 üstündə 2-də 1. 2-də 1 üstündə kəsrdə görsəz, birinci kök deməkdir. Yəni, kökündə dərəcəsini bilmək üçün kəsrin məxrəcinə baxaq. Məxrəc 2-dir. Yəni, 2 dərəcədən kök demək istəyir. Yəni, 64 üstü, burada göstərirəm, 2-də 1. 2 dərəcədən 64 deməkdir. Buradan çıxır 8. Sonra bunları ayrı-ayrı hesablayaq əvvəlcə. 3 dərəcədən mənfi 27. Yəni, 27 nəyin kubudur demək istəyir. 3 dərəcə onun üçün verdik. 27 3-ün kubudur. Mənfi varsa mənfisini yazırıq. Bu da mənfi 3 alındı. Sonra gəlirik digərinə. 3, bir dənə kök, bir də 64. Burada artıq 2 dənə kök var. Başlayırıq içərdən hesablamağa. Kök altı 64-dən nə çıxır? 8. Və belə olur. 3 dərəcədən 8. 8 nəyin kubudur demək istəyir? 2-nin. Buradan da 2 aldıq və nəhayət sonuncusu. Demək, birincidən aldıq. Buradan qodunu silək. Birincidə aldıq bu ifadədən 8. Buradan aldıq mənfi 3. Buradan aldıq 2. İndi bunu da hesablayaq. 4 üstü 2-də 1. Yenə də 2-də 1 o deməkdir ki, 2 dərəcədən kök. Yəni, burada bax, yazıcıda qalsın. Kəsrin məxrəcindəki ədəd kökün dərəcəsini göstərir. Kök 4-dən də çıxır 2. Bunun da cavabı 2. İndi aradakı işarələrə diqqətlə baxırıq. 8 üstə gəl, mənfi 3, üstə gəl 2. Burada çıx var, çıx 2. 2-lər elə buradan islah olunur. Biri müsbət, biri mənfidir. Burada da qalır 8. Müsbətlə mənfi toqquşur, mənfi 3. 8 çıx 3 bizə verir 5. C variantı. 5-ci sual. Düzbucaqlı üçbucaqda şəklimizi çəkək. Düzbucaqlı üçbucaqda hipotenuz 12. Hipotenuz həmişə 90-ın qarşısında duran ən böyük tərəfdir. Hipotenuza çəkilən hündürlük isə, yəni bura çəkilən hündürlük isə 90 işarəsi qoyuruq. Haşımız 8-dir. Üçbucağın sahəsini tap. Hipotenuz
tərəf olaraq göstərilir, yəni adı. Ora çəkilən hündürlüyü də 8 isə, sahə düsturumuz 3-bucaqda 2-də 1 AH idi. 2-də 1-ə vururuq 12-yə, vururuq 8-ə. 12 ilə 2 gedir 6, 6-nı 8-ə vursaq 48. Cavab oldu D variantı. 6-cı sual. Bərabərsizlik həll edin. Bu bərabərsizliyi demişik ki, işləyəndə modulları. Birinci baxın xüsusi hallara. Modul içində olan ifadə həmişə müsbət qiymət alır. Müsbət ədəd -3-dən heç vaxt kiçik ola bilməz. Ona görə cavabımız ilə boş çoxluqdur. Yəni bunu həll eləmək. 0 da versəydi belə, yəni də modul 0-dan kiçik ola bilməz. Boş çoxluqdur. Siz onu o vaxt eləyə bilərdiniz ki, o müsbət 3 olsun. Sağ tərəf müsbət olanda 2 bərabərsizlik işləyib davam eləmək olar. 7-ci sual. Qiymətli hissəsi ilə tərtibinin cəmini tap. Demək 0-dan 1000-də 7 vur 10 üstü 13. Demək biz demişdik ki, əgər ədəd 0-dan başlayırsam, bunun tərtibi mənfi olacaq. Yəni, belə yazacağım bunu. Birinci gəlirik ümumiyyətlə, sol tərəfdən gəlirik. Birinci natural ədəddən sonra vergül qoyuruq. Birinci natural ədədimiz ilə 7-nin özüdür. Burada elə bir sanki vergül qoymuşuq. Olur 7 vurulsun 10 üstündə. Vergül nə qədər yerini dəyişdi? 1, 2, 3 vahid yerini dəyişdi. Ona görə üstünə yazırıq -3. Demək, ədəd 0-dan başlayırsa, onun tərtibini göstərəndə mənfi ilə göstərir. Vur 10 üstü, 13 də yanında var. Olur 7 vur 10 üstü. Onların üstünü vuranda üstlər toplanılır. -3 ilə 13 toplayanda olur 10. -3 ilə 13'ü topladıq. Böyükdən kiçiyi çıxıb, böyüyün işarəsini yazdıq 10. İndi deyək ki, qiymətli hissəsi. Qiymətli hissə buradır. Qiymətli hissə 7-dir. Tərtib də buradır. Üst hissə. Tərtibində 10'dur. Bunların cəmini tap. 10 üstəgə 7. Cavab oldu 17. B variantı. 8-ci sual. A böl B kəsirinin məxrəcini 10 dəfə artırıb 8. A böl B. Baxın uşaqlar nə deyir? Məxrəci 10 dəfə artırıb. Məxrəc B-dir. 10 dəfə artanda nə edirik? Vururuq. Yəni B-dən danışırsa B-ni ona vurduq. Surəti isə 4 dəfə azaldıb. Surət A-dır. 4 dəfə azaldıbsa, deməli azalma olanda bölürük. A-nı sanki 4-ə bölürük. 4'ə böləndə 4 harda yazılacağında aşağıda. A böl 4 kimi. Amma 4 dəfə artırırıq, onda A-nı 4'ə vurardıq, yanında yazardıq. Belə bir nəticə alınır. A böl B 4 ona vursa aşağıda olur 40 B. Kəsirin ilkin qiyməti necə dəyişdi? İlkin qiyməti baxın necə vermişlər? A böl B vermişlər. İndi burada nə yarandı aşağıda? 40 yarandı. Aşağıda yaranıbsa həmin ədəd, deməli 40'a bölünüb. Yəni bu kəsir 40'a bölünüb. 40'a bölündüyünə görə deyirik ki, 40 dəfə azalar. Əgər o 40 yuxarıda yaransaydı, deyəcəkdik ki, 40 dəfə artıb. Yəni 40'a sanki vurulub. Amma burada məxrəcdə olmaq o deməkdir ki, kəsir 40'a bölünüb. Və bölündüyünə görə də 40 dəfə azalır. 9-cu şəkil. Şəkildə verilənlərə əsasən x-i tapın. Əvvəla 70'dən qonşusunu tapaq. 70'in qonşusu bizdə olur 180'dan 70 çıxırıq 110 dərəcə. 80'in qonşusu olur 180'dan 80 çıxırıq olur 100 dərəcə. Çünki qonşu bucaqlardırlar. Sonra bizə x-i soruşur. İndi x tapmaq üçün bunların hamısını toplayıb nəyə bərabər edəcəyimizi bilməliyik. Nəyə bərabər eləyəcəyimizi bilmək üçün tərəflərin sayını tapırıq. Görün, neçə tərəflidir? 1, 2, 3, 4, 5, 6. 6 tərəfi var. Əvvəlcə 6 bucağının daxili bucaqları cəmini tapırıq 9'da. Yazırıq belə 6 bucaqlının nəyini tapmaq lazımdır? Daxili bucaqlarının cəmi. Daxili bucaqlar cəmi düsturda uşaqlar 180 dərəcə vurulsun n çıx 2 idi. Onda olur 180 dərəcə vurulsun n-in də yerinə 6 qoyuruq. 6 çıx 2. 6'dan 2 çıxanda 4. 180 də vururuq 4'ə. Bu deyir 720. Deməli buradakı
İçəridə olan bütün bucaqları toplayanda 720-yə bərabər etməliyik. Toplayaq. X üstəgəl 90, üstəgəl 110, üstəgəl 100. Baxın, bu istiqamətdə gedirəm. Üstəgəl 150, üstəgəl 130 bərabərdir 720. Toplayaq. Bunlar 200 elədi. Bunlar da 250. 200 ilə 250 eləyir 450. 130 da gəlsə üstünə 580. Olur x üstə gəlsin 580 bərabərdir 720. X də bərabərdir 720-dən 580 çıxarıq. Demək olacaq 40. Altdan da 5 1 140. Demək cavabımız olur 140. 10-cu sual. Çoxhədlisinin sərbəst həddini deyir. Sərbəst hədd, yəni dəyişəni olmayan ifadədir. Burada sərbəst həddimiz müsbət 2-dir. Burada sərbəst həddimiz müsbət 7-dir. Bundan əlavə nəyə baxmalıyıq? Bundan əlavə baxırıq ki, mötərizənin üstündə kub var. Burada isə mötərizənin üstündə kvadrat var. 2-nin kubunu yüksəldəcəm. Yazacağım 2-nin kubu. 7-ni də kvadrata yüksəldəcəm. Mötərizələr arasında vurma var. Və bunları vuracağım. 2-nin kubu 8, 7-nin kvadratı 49. O da 8-i 49-a vursaq, demək olacaq 392. Bu da edir A variantı. Sərbəst, o demək ki, hərfləri olmayan ədədlər. 11-ci sual. Dənliklər sisteminin həlli x, y cüt olarsa, x-in aldığı qiymətlərin cəmini tapın. Yaxşı, biz burada necə bunu işləyə bilərik? X-in aldığı qiymətlərin cəmini soruşursa, biz deməli ifadəni x-ə gətirməliyik. Ona görə biz burada belə eləyək. Y-in yerinə, y buradan tapaq. Birinci ifadədən y tapaq. Yazaq ki, 2x kvadratı bərabərdir 3y. Buradan y tapmağa çalışaq. Y tapmaq üçün y bərabərdir 2x kvadratını 3-ə bölək. Belə qalır. Sonra bu əvəz etməni gətiririk burada, ikinci tənlikdə yerinə qoyuruq. Yazırıq x üstəgəl 2x kvadratı bölü 3 bərabərdir 1. Burada kəsr olduğuna görə birinci kəsr məxrəcindən azad oluruq. Ya da belə də eləyə bilərsiniz. Məsələn, altına 1 atarsınız. Ortaq məxrəc 3 gətirərik. 1-lə 3-ə. 3-ü 1-ə bölsək 3. 3-ü 3-ə bölsək 1. Burada alınır 3x üstəgəl 2x-in kvadratı bərabərdir 1. Sonra bunları çarpaz vuranda olur 3x üstəgəl 2x-in kvadratı bərabərdir 3. Axırda isə səliqə ilə yığaq. Deməli, kvadrat var. 2x kvadratını yazırıq birinci. Sonra üstəgəl 3x var. Bir də bu 3-ü sola keçiririk ki, hamısı solda olsun. Çıx 3 olur. Bərabərdir 0. Sağ tərəf 0 olanda artıq tənliyimiz standart şəkilə gəldi. Və bizə deyir ki, x-in aldığı qiymətlərin cəmini tap. Qiymətlərin cəmi deyəndə Viet teoremi ilə düşür. Viet teoreminə görə cəm deyəndə x-in qarşısındakı ədədə götürür. X-in qarşısındakı ədəd neçədir bizdə? -3. Və demişik ki, əgər çevrilməmiş kvadrat tənliksə, çevrilməmiş nə demək? Yəni x kvadratının qabağında hansısa bir ədəd var. Yəni 1 deyil, belə deyək. O zaman A-mız 2-dir. A-sı 1-dən fərqli ədəd olanda, cəmi də hasil tapanda ədədi həmin o A-ya bölməliyik. -3 bölünsün 2, o da eləyir -1,5. Əgər çaşırsınızsa, uşaqlar, burada birinci cəm sözünü eşidən kimi ağlımıza gəlir ki, viyyət var. Viyyetin də olması üçün bizə çevrilmiş tənlik lazımdır. Çevrilmiş tənlik nə deməkdir? A-sı nə olsun? 1 olsun. Amma bir dəqiqə bizim A-mız 2-dir. Ona görə hər tərəfi 2-yə bölün. Hər tərəfi 2-yə böləndə alınacaq x kvadrat üstəgəl 1,5x çıx 1,5 bərabər 0. Və cəm deyir, yəni x1 ilə x2-nin cəmi burada demişdik x-in qabağında duran ədədin əksidir.
Yəni mənfi 1,5'dir. O da olur Y variantı. 12-ci sual. ABC üçbucağında A təpə nöqtəsindən BC tərəfinə paralel olan MN düz xətti çəkilmişdir. Yəni bu dəqiqə MN ilə BC paraleldirlər. MN düz xətti çəkilmişdir. Şəkildə verilənlərə görə ABC, yəni bura və ACB, yəni bu hissə. Bunların cəmini soruşur. Tapaq. Deməli uşaqlar, əvvəla baxırıq ki, buradan biz buranı tapa bilərik, bu hissəni. Ya da ehtiyac yoxdur buranı tapmağa. Bu 30 dərəcəli bucaqla beta bucağı çarpaz bucaqdır. Bu bizə kəsəndir. Kəsənin yuxarı sağı, aşağı solları bərabər olur. Yəni beta bu dəqiq 30 dərəcədir. Həmçində alfadır. Alfa da 50 ilə çarpazdır. Xəttin biri sağındadır, biri solundadır. Bu da oldu 50 dərəcə. Və bunların da cəmini soruşur. 50 üstəgə 30 bərabərdir 80 dərəcə. C variantı. 13-cü sual. A vektoru verilib. Baxın, üstündə ox var uşaqlar. Ya da mötəzilər də oxlarla da görürsünüz. A vektoru və B vektoru bu olarsa 2A üstəgəl 4B vektorunun komponentlərini yazın. Əvvəla bunu vektor olmasa da adi tənlik kimi də işləmək olar. Yəni fikirləşməyin ki, vektor keçməmiş. 2A nə deməkdir? Yəni A-nın 2 qatı. Bizə A-nı necə vermişdilər uşaqlar? Baxın, 3-1 düzdür. Deməli, mən birinci yaratmalıyam 2A-nı. O zaman 2-ni vurmalıyam A-nın koordinatları. A-nın koordinatları 3-1-dirsə 2'ye vuranda olur 6 ilə 2. Sonra mən yaratmalıyam 4B-ni. 4B-ni yaratmaq üçün 4'ü vurmalıyam B-yə. B-ni də bizə verib -2 ilə 3. 4'ü -2'yə vursaq -8, 4'ü 3'ə vursaq 12. Sonra deyir ki, bunların cəmini tapmaq. Cəmləyəndə cəm işarəsi qoyuruq, toplama. Birinci koordinatla birinci koordinatı, ikinci ilə də ikinci toplayırıq. Yəni 6 üstəgəl -8. Bu eləyir bizdə necə? -2. 2 ilə də 12'ni toplayırıq. 2 üstəgəl 12 bərabərdir 14. Deməli, koordinatlar oldu -2 ilə 14. -2 ilə 14 A variantı. 14-cü sual. BC çevrəyə toxunandır. Aşağıdakı nisbətlərdən hansı doğrudur? BC çevrəyə toxunandır. İndi baxaq. Çevrəyə toxunanamsa, onda burada bir qövs var. Bu qövs hansı qövsdür? DB qövs. DB qövsdə baxan bucaqlar hansılardır? Birinci onu təyin edir. Bir bucağımız baxın burada. Qolların biri gəlir D-yə, biri gəlir B-yə. Yəni bu bucaqla, alfa bucağı ilə bir də bu qövsə söykənən digər bucağımızı da göstərək. B, D və BC qoludur. Bax, bu bucağımız da alfadır. İki dənə eyni bucağımızı bildik. Yəni eyni qövsə söykəniblər. Sonra gəlirik C bucağına baxaq. Burada bir beta yazaq. Bu beta həm bu balaca üçbucağın, yəni CDB-nin bucağıdır, həm də böyük CAB-nin bucağıdır, ortaq bucağıdır. Sonra gəlirik ki, bu balaca üçbucaqda bax, bura boş qalıb. Burada bir dənə qamma yazsam, qələmimiz qalın oldu. Burada bir dənə qamma yazsam, yəni üçüncü bucağımı doldursam, böyük üç bucaq üçündə alfa dolub, beta dolub. Yəni bu bucağı bütöv doldurmaq lazımdır. Yəni B bucağı boş qalıb, buna da bir qamma deyirik. İndi nisbəti adlara göre götürürük. Baxaq. Alfanın qabağında, gəl birinci özümüz yazaq inşallah. Alfanın qabağında nə durub? Balaca üç bucaqda. Baxın, alfanın qabağında CD durub. Yazacaq CD-nin böyük üç bucaqda alfanın qabağında nə durub?
Alfanın qabağında durub qarşısında B'si. Sonra bunları silirəm. İndi betaların qabağına baxaq. Balaca üçbucaqda betanın qabağında DB durub. Görürsünüz DB-ni. Böyük üçbucaqda yenə də betanın qabağında AB durub. Balacayı qaytaraq. Sonra bir də qammanın qabağına baxaq. Balaca üçbucaqda qammanın qabağında SB durub. Böyük üçbucaqda qammanın qabağında AC durub. Bax belə. İndi bunları yazandan sonra bizə deyir ki, hansı münasibət doğrudur. Gəlin baxaq. AB-nin DB-yə nisbəti, AC-nin BC-yə nisbəti. Elə birinci doğrudur da. Baxın uşaqlar. AB. Görürsən. AB-ni DB-yə nisbətində o BD yazıb problem yoxdur. Adların, hərflərin yerini tərs yazmaq olar. Parçalıdan onsuz da. Bu prosta bunun tərsini yazıb. AB-ni BD-yə bölüb. Mən yazdığımın tərsini yazıb. AB-ni. İndi burada BC-ni AC, amma əslində AC-ni BC-yə bölməlidir. Onda bu səhvdir. Bu düz deyilmiş. Bu səhv. İkinci. AC-ni BC-yə bölüb. Baxaq. Bunu da silin buradan. İkincisi də AC-ni BC-yə bölüb. CD-ni isə BC-yə. CD-ni BC-yə. Tərsinə bölmək olmaz. B də səhvdir. Ona görə birinci özümüz yazıb qoymalıyıq ki, rahat yoxlayaq. AB-nin BD-yə. AB-nin BD-yə nisbəti. BC-nin CD-yə. BC-nin CD-yə. İkisi də eyni istiqamətə baxır deyə cavabımız olacaq C variantı. 15-ci sual. M, N K-nı verib, M ilə N-in kəsişməsindən K-nı çıxmalıyıq. Burada intervalla da göstərmək olar. Ədədləri yazmaq da olar. Məsələn, kiçik ədəddə olduğuna görə yaza bilərik. M -3-dən 4-ə kimidir. Yəni M nədir? -3 almır, açıq mötərizədir. Görürsünüz. -2, -1, 0, 1, 2, 3-də dayanırıq. Sonra gəlib N-i yazırıq. N-də isə qapalı mötərizədir. Yəni -1-də götürürük, geri qayıdıraq 0 götürürük, 1 və 2-nin özündə götürürük. K isə 0, 6-dır. Bu da olur 0, 1, 2, 3, 4, 5-də dayanırıq. İndi M ilə N-in kəsişməsidir. M ilə N-in, bax bu M ilə N-in kəsişməsi. Bu işarət kəsişmədir, yəni ortağıdır. Ortaqda nə var görə? Eyni olan. -1 var, 0 var, 1 var, 2 var. Bax bu 4-ü də burada da var, burada da var. Deməli, M ilə N-in kəsişməsi. Yazaq burada -1, 0, 1, 2. Bununla minus, yəni fərq K. Fərq K-nı yazırıq. 0, 1, 2, 3, 4, 5. Deməli, biz buradan K-ya aid olanları atırıq. K-ya aid nə var? Mən də atacağım. 0 ata bilirəm, 1 ata bilirəm, eyni olan 2 ata bilirəm. Qalır, amma burada təkcə -1. -1 qalır. -1 qalan cavab, yəni -1-i götürən cavablar burada hansıdır? Baxaq. A-da -1 yoxdur, D-də -1 yoxdur, Y-də də yoxdur. B-də -1-i götürür, 0-ı götürmür. Bu ola bilər. C-ni niyə götürmür? Çünki -2-ni götürür. -2 də lazım deyil. Yalnız -1, 0. 16-cı sual. 23 sayılı ədədlər sırası maksimum neçə modal ola bilər? 23 sayılı ədədlər sırası maksimum neçə
modalı ola bilər. Yəni demək istəyir ki, burada 23 dənə ədəd varsa sırada modanı maksimum neçə ola bilər? Demək, moda odur ki, təkrarlanma baş versin. Təkrarlanma baş versin. Tutaq ki, maksimum deyirsə, onda ədədlər az-az götürülməlidir. Yəni, ən az 2-2 götürülməlidir. 2-2, 2-2 götürsək, bunları 2-2 götürsək, belə deyək. Onda 23-ü, belə deyək, bölər 2 neçə düşər? 11, qalıq nə qalar? 1. Yəni, bir dənə ədədin, tutaq ki, fərqli olacaq. Bir dənəsi fərqli, tutaq ki, 5 olacaq. Digərləri isə 2-2 təkrarlanacaq. Məsələn, 1-1, 2-2, 3-3, 4-4, 5 tək ayırmışıq deyə. 7-7, 8-8, 9-9, 10-10, 11-11, 10-9, 11-11, bir də 12-12 məsələn deyə bilərik, düzdür? Yəni, deməyimiz odur ki, bu tip misallarda bir dənəsini fərqli götürürük, yəni birinci çıxırıq, yerdə qalır 22. Sonra da bunu 2-yə bölürük ki, ən az 2-2 bu təkrarlanma ola bilər. Cavab olur 11. Maksimum 11 modalı ola bilər. 17-ci sual. Sırf bucaqla bağlı. Kosinus 28 bölünsün sinus 62. Demək, bu tip misallar necə işləyir uşaqlar? Çox asan misaldır. Ümumiyyətlə, kosinus, ümumiyyətlə, qol qaydasını yazaq. Kosinus alfa bərabərdir sinusun 90-dan çıxılmış bucağı. Yəni, məsələn, biz cədvəllərə görə bilirik ki, sinus 30-da nə alır? 2-də 1. Kosinus 60-da nə alır? 2-də 1. Buradan görünür ki, ikisi də eynidir. Bucaq olaraqsa sinus 30-la kosinus 60 bir-birinə nə sayılır? Bərabər. Burada da diqqətlə baxsaq, görərik ki, 30 ilə 60-ın cəminə verir 90. Demək, bundan sonra başa düşməliyik ki, kosinusla sinus, tangizlə isə kotangiz. Onlar həmişə belə deyə fikirləşin ki, 2-2 dostluq edirlər. Kosinus yoldaşlıq edirlər, belə deyək. Kosinusla sinusun bucaqlarının cəmi əgər eynidirsə, onda elə bil ki, kosinus 28, kosinus yox, daha doğrusu qaydamıza görə kosinus 28 sinusun 90-28-nə bərabərdir. Yəni 90-dan çıxılmışdır. Onda sinus 90-dan 28 çıxanda 62, aşağıda sinus 62-dir. Cavabımız olur 1. Yəni bundan sonra bu tip misal görsəz ki, kosinus sinus fərqli-fərqlidir, amma bucaqlarının cəmi 90-dır. Elə bunun cavabı həmçinin olacaq 1. Məsələn, başqa birini verək. Tangens 18 bölünsün kotangens 72. 18 ilə 72-nin cəmi 90 verirsə, cavab olur nəyə? 1. Yenə də 1 olur. Bu əlavə idi. 18-ci sual. Natural ədədi 47-yə böldükdə alınan qalıqların cəmini tap. Natural ədədi 47-yə bölsən, 47-dən kiçik qalıq alınır. Yəni 1-dən 2, 3, 46-ya kimi ədədlərin cəmi qalır. Bu cəmini tapmaq üçün bayaq dedik ki, ardıcıl ədədlərin cəmini tapmaq üçün n vur n plus 1 bölü 2 kimi hesablayırıq. N də baxırıq ki, axırıncı ədədimiz 46-dır. Yazırıq 46 vur 46 üstə gəl 1 bölünsün 2. 2 ilə 46 gedər 23. 23-ü vurarıq 46-nın üstünə 1 gəlsə 47-yə. İndi biz buradan 23-ü 47-yə vurmalıyıq. Baxaq, necə vuraq? 47 vurulsun 23. Əvvəl 3-ü 7-yə vuraq. 21, 1 yazırıq 2 yadda. 3-ü 4-ə vurur 12, 12-nin üstünə 2 gəldi 14 plus 2 vur 7, 14, 4 yazırıq 1 yadda. 2-ni 4-ə 8, o da 1, 9. Oldu 1, 4 ilə 4, 8, 1 ilə 9, 10. 1081. Cavabımız oldu 1081. 1081.
19-cu sual. Şəkildə O çevrənin mərkəzidir. FOL. FOL. Bu bucaq 150 dərəcə olarsa FKL-i soruşur. Bu bucağı bizdən soruşur. Deməli, bunu iki cür işləyə bilərik uşaqlar. Birinci, belə işləyərik ki, 19-da. Biz bilirik ki, qarşı bucaqların cəmi 180 dərəcə verir çevrənin içində. Elə bil ki, bizdə, baxın, buranı soruşur, amma mərkəzi nə verib? 150 verib. Bizə lazımdır ki, mərkəzi bucağın daxil çəkilmiş bucağını çəkək. Sanki bu nöqtəni götürüb qaldırdıq yuxarı, buradan qollarını çəkirik həmin nöqtələrə. Yəni, elə bir bucağı götürüb biraz geriyə çəkdik. Geriyə çəkəndə daxil çəkilmiş bucaq yaranır. Və daxil çəkilmiş bucaq mərkəzi bucağın yarısıdır. 150-nin yarısı olur 75. Sonra belə bir qayda var ki, çevrənin daxilinə 4 bucaqlı çəkilibsə, baxın, bu dəqiqə bu 4 bucaqlıdır. A, B, C, D. 4 bucağı çəkmək üçün qarşı bucaqların cəmi 180 verməlidir. Yəni, 75 ilə bu x-in cəmi bizə verməlidir 180. X də olur 180-dən 75-in çıxırıq. Olur 105 dərəcə. Bu belə. Digər yol nədir bəs? Uşaqların bəziləri qövslə işləməyi xoşlayır. Ona görə qövslə də göstərək. Deyək ki, bizə buranı verib 150 dərəcə. Mərkəzi bucaq 150 olduğuna görə bunun söykəndiyi F-dən elə qədər olan bu qövsümüz də 150 dərəcədir. FL minor qövsdür, kiçik qövsdür. 180-dan kiçik onda minor deyirik. Digər tərəfdə qalan hissəsi isə, yəni yuxarıdan, sol tərəfdən baxanda major qövsdür, böyük qövsümüz. Minorla majorun cəmi 360 dərəcə verdiyinə görə, onda major tapmaq üçün 360-dan 150-ni çıxarıq. Yəni, tam bucaqdan 150-ni çıxanda qalır 210 dərəcə. Bizim bu qövsümüz 210 dərəcədir. İndi bizdən soruşduğu hansı ki, FKL var. FKL. Bu bucaqda daxil çəkilmiş bucaqdır və üzü hara baxır? 210-a tərəf baxır. Onda alfa da bərabərdir 210-un yarısına. Çünki söykəndiyi qövsün yarısı olur. O da olur 105 dərəcə. 20. Müəllimin sözündəki hərflərin yerini dəyişməklə neçə oxunuşu müxtəlif olan söz düzəltmək olar? Maraqlı sualdır. Buna aid 2-3 misal işləmişik, amma hərflər fərqli olur. Burada bir dənə diqqətlə baxsaq, M hərfi təkrarlanır. Bəs onda neçə cür söz düzəltmək olar? Yeni uşaqlar burada. Əvvəla sayırıq. Ümumi 5 hərfimiz var. 1, 2, 3, 4, 5. Deyirik ki, 5 hərf varsa ümumi. Olur 5 faktorial yer dəyişmə. 5 faktorialda 5 vur, 4 vur, 3 vur, 2 vur, 1. 5-i 4-ə 20, 3-ü 2-yə 6, 26-ya vursaq 120. Ümumiyyətlə 120 cür hərflərin yerini dəyişə bilərik. Amma bu deyir ki, oxunuşu müxtəlif olan. Yəni, bunların içində təkrarlar olacaq. Hansı hərflər təkrarlanır? M hərfi. M hərfindən neçə dənədir? 2 dənə. Deyirik ki, M 2 ədəddir. Bu M-lar öz arasında necə yer dəyişmə eləyir? 2 faktorial. 2 ədəd 2 cür yer dəyişə bilir. 2 faktorialını eləyir 2. Demək, biz nə edirik? Ümumi 5 faktorialı bölürük təkrar hərflərin faktorialına. Olur 120 bölünsün 2. O da bərabərdir 60. Məsələn, mən bir dənə əlavə nümunə göstərdim sizə tam başa salmaq üçün. Ta ki, əlavə. Bu misaldan daha yaxşı başa düşəsiniz. Məsələn, ənənə sözü. Burada neçə hərf var? 5. Yazırıq 5 faktorial bölünsün. Ə-dən neçə dənə var burada? Ə-dən 3 dənədir. N-dan da 2 dənədir. Təkrarların faktorialına bölürük. Yəni 3 faktoriala bölürük. Burada vurma yazı aralarına 2 faktoriala bölürük. 5 faktoriala bir hesabadıq 120. Çalışın 5-6 üçün hətta öyrənərsiniz ki,
Vaxtınız imtahanda getməsin. 3 faktorialımız 6-dır. 2 faktorialımız da 2-dir. 6-ın 2-yə vursaq 12, 120 12-yə bölsək 10. 10 cür fərqli söz yaratmaq olar. 21-ci. Bu funksiyanın qrafiki üzərində yerləşən nöqtənin apsisi ordinatına bərabər olarsa, həmin nöqtənin koordinatlarının cəmini tapın. Bax, bizim açar sözümüz məsələni işləmək üçün budur. Apsisi ordinatına bərabər. Vəssalam. Yəni, x-imiz bərabərdir y-imizə. Apsis ordinata bərabər. Aparıb x-in yerinə y qoysaq, x-i burada görürük. Bunun yerinə y qoysaq, olacaq belə. Y bərabərdir 2y üstəgə 6 böl 5 çıx 3. Burada 3-ün altına 1 atsaq, ortaq məxrəcimiz 5. 5-i 5-ə bölsək 1, 5-i 1-ə bölsək 5. Alınır onda 2y üstəgə 6 çıx 5-i də 3-ə vursaq 15. Bərabər. Olur belə bir ifadə. Y bərabərdir 2y 6-dan 15 çıxanda -9 bölünsün 5. 5-i də y-ə çarpaz vursaq, olur 5y bərabər 2y çıx 9. 2y sola atsaq, 5y çıx 2y bərabər -9. 3y də bərabərdir -9. Y də bərabərdir -9 3-ə bölürük. -3. Deməli, oldu bizim x-imiz, daha doğrusu y-imiz -3. Y-3. Və başına şərt verilmişsə, x y-ə bərabərdir. Onda x-imiz də -3'dür. Koordinatlar olur -3 ilə -3. Koordinatlarının cəmini soruşur. -3, -3 da bizə verir -6. Ətraflı yazı tələb edən suallara baxaq. Elçin qardaşına zəng etmək istəyir. Nömrəni yığarkən son 4 rəqəmi unudur. 22. Deməli, əvvəllərini bilir. Ta ki, bilmir nədir. Son 4 rəqəmi 1, 2, 3, 4. Bunları unudur. Elçinin təsadüfən yığdığı nömrənin düzgün olması ehtimalını tapın. Burada da deyir ki, rəqəmlər müxtəlifdir. Yaxşı, onun rəqəmləri müxtəlifsə, onda müxtəlif hərflər yazaq. Deyək ki, bura A-dır, bura B-dir, bura C-dir, bura D-dir. Buna uşaqlar deyəcək seçmə üsulu. Seçmə üsulu nə deməkdir? Məsələn, mən gəldim A-nın yerinə nə yaza bilərəm? Bizim rəqəmlərimizin sayı bilirik ki, 0-da başlayıb 9-da bitir. Yəni 10 dənə 10 ədəd rəqəmimiz var. Mən gəlirəm, deyirəm ki, A-nın bu 10 rəqəmdən birini seçmə şansı var. Yəni 10 ədədin arasından seçim edə bilər. 10 cür seçmə şansı var. A birini götürəndən sonra yerdə qalır 9 seçim. B 9-un içindən birini seçir. Birini seçəndən sonra yerdə qaldı 8-i. C 8-in içindən seçir. C də seçəndən sonra yerdə qalır 7 rəqəm. D də 7-sindən birini seçir. Və burada seçəndən sonra bu ədədlər bir-birinə vurulur. Olur belə. Deməli, vurulanda nə oldu burada? Bunu elə eləyək ki, rahat olsun da bizə. Birinci 9-u 8-ə vuraq, 10-u da 7-yə vuraq. 9-u 8-ə, ya da hələ onu qatmayaq. 9-u 8-ə vursaq 72. 72-ni 7-yə vuraq. 2-ni 7-yə vursaq 14. 4 yazarıq. Bir yaddaşımızda. 7-ni 7-yə 49, o da 1, 50. 504 eləyər. 504 də 10-a vursaq eləyər 5040. Yəni, mən 5040 ədəd yaza bilərəm. Sual isə belədir ki, elçinin təsadüfi yığdığı nömrənin düzgün olması. Düzgün olması o demək ki, yəni bir dənə nömrə lazımdır ona, o nömrədə istədiyi nömrə çıxacaq. Deməli, mən 5040 nömrədən biri mənim istədiyim nömrə olacaq. Ehtimalı tapanda
Ümumi halları aşağı yazırıq. Bizə lazım olan sayı yuxarı. Nömrənin düzgünlüyü, yəni istədiyim həmin o bir ədədi tapmaqdır. O bir ədəd də neçəsinin içindən uyğun gəlir? 5040 dənənin içindən. Aydın oldu. Əgər uşaqlar burada rəqəmlər müxtəlif sözü verilməsəydi, onda qoy deyim, müxtəlif verilməsəydi. Onda A-nında 10 seçim olacaq. B-nində, C-nində, D-nində hərəsində 10 seçim olacaqdı. Onda bunlar bir-birinə vurulanda olacaqdı 10.000-də 1. Yəni 10.000 ədəd yığacaqdı, ondan biri uyğun gələrdi. İndi burada oldu 5040-da 1. 23-cü sual. Kvadrat tənliyin kökləri x1 və x2-dir. Bu ifadəni tapın. Bu ifadəni tapaq. Bu ifadənin olduğunda m-i tapın deyir. Biz m-i tapmalıyıq. x1, x2 gördünüz. Ağlınıza Viet teoremi gəlsin. Bizim tənliyimizdə budur. Baxın. Viet teoreminə görə köklərin cəmi, yəni x1 üstəgəl x2, x-in qabağında duran ədədin əksini verir. X-in əmsalı 10-dur, onun əmsalı əksini olur -10. Hasili isə sərbəst həddə olur. Sərbəst həddə olduğu kimi, yəni müsbət m-isə müsbət m yazırıq. Və gətirib bunları digər tənlikdə yerinə qoyuruq. 11 vur, cəmin yerinə -10 qoyuruq. Vur, -10. Bərabərdir. 10 vurulsun. Hasilin yerinə isə m qoyuruq. Demək, burada oldu. 11 ilə 10. -110 bərabərdir 10m. Sıfırları silsək, m də bərabərdir -11. Yəni, ona böldük sanki. M də bərabərdir -11. 24-cü sual. Usta və fəhlə müəyyən işdən 1800 manat əmək haqqı aldılar. Onlar pulu 2/1 nisbətində böldülər. Ustaya düşən pul, fəhləyə düşən puldan neçə manat çoxdur? Deməli, əvvəl yazırıq ki, 2K üstə gəlilsin 1K nisbəti bərabərdir 1800 manat. Çünki aralarında 2-ni bir nisbəti bölüblər. 3K'mız 1800 isə K'mız olur 600. K'nı 600 tapandan sonra deyirik ki, onda usta 2 vur 600, yəni 1200 qazanıb, fəhləsi isə 1 pay, yəni 600 qazanıb sadəcə. Və sual belədir, ustaya düşən pul, yəni 1200, fəhləyə düşən puldan, yəni 600-dən nə qədər çoxdur? Çoxdur, az deyəndə aradakı fərqi tapırıq. 0, 0, 6. 600 manat çoxdur. Ölçü vahidlərini yazırıq. 25-ci sual. Şəkildə ABCD kvadrat. AFD bərabər tərəfi 3 bucaqdır. Kvadrat sonda bunlar da bərabərdir. BYS'ni tapın. BYS. Biz bu bucağı tapmalıyıq. Tapaq. Görək necə işləyərik. Deməli, bərabər tərəfi 3 bucaqdırsa, uşaqlar. Bunlar onda olur bizdə. Biz bunu kiçildək. Onda bunlar olur 60 dərəcə. 60 dərəcə. Bu da olur 60 dərəcə. Sonra deyirik ki, kvadratdırsa ümumi burada 90 olmalıydı. Onda bura qalır 30 dərəcə. 30 dərəcə. Yaxşı. Sonra necə işləyirik? Baxaq görək. 30 dərəcə. Sonra gəlirik bura baxırıq. Deyirik ki, 60-dan da bu da neçədir? Bu da 30 dərəcədir. 30-dursa bu xəttlər onu göstərir ki, bərabər yanlı 3 bucaqdır. Bərabər yanlı 3 bucağın oturacağı bitişik bucaqlarını tapmaq üçün 180-dən çıxırıq təpə bucağı, yəni bu 30-u çıxırıq. Bölürük 2-yə. Eləyir 150. 150-ni də 2-yə bölsək, eləyir 75. Yəni, oturacağı bitişik bucaqların 75, 75'dir. Sonra deyirik ki, bura 75'dir.
75'dir, bu 60'dır. Bu hissəni tapmağa çalışırıq. 75 ilə 60'ı toplayıb 3'ünün cəmi 180 verir. Çünki qonşu bucaqlardır. Ad da deyə bilərik. Y, F, D. Deyirsiniz ki, bucaq Y, F, D bərabərdir. 180 dərəcədən çıxıram 75 ilə 60'ın cəmini. Bu da 135, yerdə qalır 45 dərəcə. Demək, burada 45 dərəcədir. Məndən x-i soruşur. X da həmin F, Y, D. Baxın, bu üç bucağın xarici bucağıdır. Xarici bucaq da bərabərdir ona qonşu olmayan daxili bucaqların cəminə. Yəni 45 ilə 30'un cəminə bərabərdir. O deyir 75 dərəcə. Əssalam, bu qədər. Bu sınavında suallarına baxdıq. Siz də baxın, nəyə başa düşməsəz rəylər bölməsinə qeyd edin. Ümid edirəm ki, nələrsə öyrəndik. Bundan sonra isə növbəti sınav, ümumi sınav 7 gələcək. Növbəti videoda da bu sınav izahına baxarıq. Daha doğrusu baxarıq. Sağ olun, salamat qalın.